Milli Məclisin növbəti plenar iclası olub. Təhsil haqqında və məktəbəqədər təhsil haqqında qanunlara dəyişiklik layihəsi ilə bağlı geniş müzakirələr aparılıb. Deputatlar təklif və iradlarını səsləndiriblər. Yeni tikilən binaların altında məktəbəqədər təhsil müəssisələri olsun. Bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü iclasında dedi. Bildirdi ki, valideynlər yaşadığı binalarda öz övladlarını təhsilə cəlb edə bilərlər. Hər bir tikilən binanın aşağısında məktəbəqədər təhsil müəssisəsi olmalıdır. Valideyn öz uşağını gətirib orada qoymalıdır. Bugün bəllidir ki, iki valideyn işləmədiyi şəraitdə ailəni dolandırmaq çətindir. O baxımdan iki valideynin ikisi də işləyir. İkisi işlədiyi tərzdə uşaqların harada yerləşdirilməsi birinci say baxımından mən qeyd elədim, bu mümkün deyil. İkincisi, müəyyən qiymətlər baxımından bu mümkün olmayan bir məsələdir. O baxımdan da o binaların hər birində mağazin, digər yerlər açmaq əvəzinə və şərtlərdən biri olmalıdır ki, məktəbəqədər təhsil müəssisəsi açılsın ki, valideyn öz övladlarını da avtobuslarla başqa yerə daşınmasın, elə yaşadığı binanın birinci mərtəbəsində, ikinci mərtəbəsində bu cür təhsil almağa yönəlsin. Millət vəkili Tənzilə Rüstəmxanlı dərsliklərdəki çatışmazlıqlardan, müəllimlərin imtahana cəlb edilməsinin uyğunsuzluğundan danışdı. 5-ci sinifin Azərbaycan dili dərsliyində xarici, hətta adını belə çəkməyə çətinlik çəkdikləri yazıçıların, şairlərin əsərlərindən nümunələr verilir və bu nümunələr də tərcümə vasitəsilə çox da qüsurlu bir tərcümə ilə Azərbaycan dilini öyrədirlər. Mən müəllimlərin dediyi nədir təhsil işçilərimizin? Deyir ki, Azərbaycanda Azərbaycan müasir uşaq ədəbiyyatından, Azərbaycanın yazıçılarından, həm də klassik, o qədər güclü yazıçılarımız, ədəbiyyat adamlarımız var ki, onların əsərlərindən nümunələrin daha çox olması vacibdir. Müəllimlərimizi narahat edən məsələlərdən biri də odur ki, bu sertifikasiya məsələlərində özəlliklə qadın müəllimələr 30-40 ilini bu sahəyə vermişlər. Çox utanaraq bunu mənə söylədilər. Məsələn, Xıllı qəsəbəsində dedilər ki, bizi hörmətdən salırlar bəzən. Axı, müəllim adı yüksək tutulub xalqımızın arasında. Biraz bu məsələlərə daha ehtiyatlı yanaşmaq olar. 40 ilin müəllimini əgər imtahan edirik, adı altında, necə deyim, kənarda qoyarsansa, o müəllimə hörmət istəyiyorlar. Bir həftə sonra Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq. Bunu deputat Vüqar Bayramov dedi. O, konkret rəqəmlərdə açıqladı. 2025-ci ildə reallaşan 5-ci sosial paket 3 milyondan artıq vətəndaşımıza əhatə edəcək. Bu istiqamətə əlavə olaraq 1,4 milyard manat vəsaitin ayrılması reallaşır. Nəzərə alsaq ki, 2025-ci ilin dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin həcmi 17 milyard manata yaxın olacaq. Bu büdcə xərclərinin 41% deməkdir. Bu demək ki, 2025-ci ildə dövlət büdcəsindən ayrılan hər 100 manatdan 41 manatı məhz sosial istiqamətə yönəldiləcək. Müzakirələrdən sonra qanun layihələri səs verməyə çıxarıldı və qəbul edildi. Onda deyək ki, Milli Məclisin daha bir növbədənkənar iclası iyulun 4-də olacaq. Bəturə Nəbiyeva, Bəkir Həşimov, Space.